Baxın, elə həmin oyun, madəm ki, həmin oyuna toxunduq, həmin oyundan sonra Samir Abbasovun mətbuat konferansında səsləndirdiyi fikirlər gündəmi zəbt elədi. VAR-ı rədd eləmək lazımdır, deyir. Orada Bassala Sambuya qırmızı vərəqə göstərildi. De Blecker çıxıb rəsmi olaraq qaydalarla açıqlamasını verir ki, orada hakimlər düzgün qərar verib. Qırmızı vərəqə var idi. Orada şiddət var. Rəqibə qarşı ciddi xəsarə yetirmə təhlükəsi var. Butsun 6 qaydalar deyir bunu. Qaydalar. De Blecker, yəni təkcə De Blecker və mən demirəm. Bunu qaydalar deyir. Ayağın altı ilə sən sürüşmə fəndinə gedirsənsə və yaxud rəqibə toxunursansa, istəməyərəkdən olsa belə, zərbə vurmaq istəyirsən, ötürmə etmək istəyirsən, təsadüfən gəlir belə alınır. Amma orada ayağın vəziyyəti önəmlidir. Butsun altı, ayaq altdan yuxarı qalxırsa bu şiddətdir. Rəqibə sən ciddi xəsarət yetirə bilərsən. Yuxarıdan aşağı olsa sarı vərəqədir. De Blecker də bunu bildirir. Orada Bassalo Sambu'nun ayağı altdan yuxarı qalxırdı və butsun altı ilə şiplərlə deyilir də. Yəni ayağın qorunan, qorunmayan hissəsi var. Qırmızı vərəqə haqlıdır və Samir Abbasov bunu kobud səhv kimi qiymətləndirir. Hətta mətbuat konferansında deyir ki, bilmirəm bu qərəzdir, yoxsa hakim səhvidir. Ümumiyyətlə VAR-ı ləğv eləmək də deyir. Rədd eləmək lazımdır deyir. Öz deyir, mənim özümün fikri deyir. Amma qardaş, mən yenə neçə dəfə demişəm, dəfələrlə demişəm, bizdə, futbol ictimaiyyətində, elə bu öz içimizdə, aramızda futbol qaydalarını bilən, bəlkə də barmaqla sayılacaq mütəxəssis var, şəxs var. Məşqçilərimiz futbol qaydalarını bilmir. Futbolçularımız futbol qaydalarını bilmir. Rəhbərlik futbol qaydalarını bilmir. Öyrənmək lazımdır, qardaş. Çünki hər 2 aydan bir, 3 aydan bir, qardaş, qayda da dəyişir. Başa düşdüm də, bunun da indi qayda dəyişir, bilmir. Bilmirsən necədir, İsmail? Yolu var, həlli var. Federasiya, qardaş, ildə 2 dəfə seminar olmalı. Seminar 2 dəfə keçirdir ha bu. 2 dəfə keçirdir. Gəlir yayda sənə keçdiyin seminardan sonra vururlar. Deyirəm, yox, elə orada deyil. mən əminəm ki, orada bütün qaydalar göstərilir. Hamısı göstərilir, hamısı video şəklində. Bu etirazlar niyədir? Göstərilir, qardaş, hamısı prezentasiya şəklində. Bu etirazlar niyə ortaya çıxır? Qulaq as, sənə gətirir, bunu göstərir çempionatdan qabaq yayda. Və çempionatın ortasında gedişatda oktyabrda və yaxud da dekabrda dövrə bitməmiş. Təzdən bir də qanun çıxardılır ki, indi hakimlərdən ancaq bax ki, kapitanlar danışırlar. Amma o sayəsində nəsə dəyişir. Başqa tərəfə gedmişsiniz. Orada qayda var da, qardaş. Butsun altı, ayağı altdan yuxarı qalxırsa bu birbaşa qırmızıdır. Qalxır yuxarı və sən belə basırsansa ayağını, deməli o qırmızıdır. Amma belə vuran momentində görürsən ki, zədələyərsən, bir balaca belə çalışırsan. Sarı vərəq. Mən desəm fikrimi, mənə razılaşacaqsınız məncə. Yəni Samirin hal-hazırdakı qarın ağrısı problemi qaydalar deyil. Samirin hal-hazırdakı ən böyük baş ağrısı məncə odur ki, oturmuşdum gül kimi Sumqayıtda, udurdum, hamı deyirdi, halaldır. Uduzurduq. Deyirdilər ki, Sumqayıtdır da, daha neyniyik? Avrokuboklara çıxardıb Sumqayıtı. Götürdülər. O ruslarda söz var. İz agnya da vpalıymə. Yəni buradan çıxardıb o neftçiyə gətirdilər bunu. Bərbad neftçiyə, yəni buna etiraf eləmək lazımdır. Və necə gətirdilər? Xilaskar kimi gətirdilər. Düzdür, yəni insafən demək lazım. Mən Samiri qınamıram. Götürdüyü neftçi ilə indiki neftçi arasında fərq yoxdur. Mən Samiri qınamıram, qardaşım. Samir hal-hazırda çox böyük stres altındadır. Amma Samir Abbasov dəfələrlə biz görmüşük. Danışığında, sözləri, kəlmələri ifadə eləməyində ciddi problem yaşayan adamdır. Adam məsələn hissi vəziyyətində azarkeşlərlə də problemi olur. Dəfələrlə biz bunu onu da qınamaq lazım deyil də. Çox dərəcədə nə mənada qaqam. Bax, oyun gedir. Oyunun içində tutaq ki, sən futbolçun qırmızı alır. Sən qıraqdan məşqçi kimi görürsən ki, elə bir ayağını qoydu da niyə qırmızıdır? Bunu görən niyə belə eləsən? Etiraz eləyə bilərsən, amma onu məsələn, adi bir şey deyirəm. Samir Abbasovun xarakteri hər kəsə bəllidir. Bilirsən də, yəni bu, yəni agresiv də danışacaq, coşacaq və bəli. Prəm oynadı onu deyəcək. Oyun bitir, biraz emosiyalar sakitləşir də, düzdür. Agresiya hardasa biraz səngiyir, soyuyur.
o mətbuat konfransı otağına gedəndə ora gedəndə də pis çıxmasın sözündən təlimatlandırmaq lazımdır ki, Samir müəllim biraz ehtiyatlı. Məsələn, bu epizodda biraz Orada oyun adrenalini ilə təlimata yəni oyun zamanı tamam başqa cür olur. Mətbuat konfransına qədər biraz yumşalırsan da, sakitləşirsən. Andırmasan da o özü bilir onu. Sadəcə olaraq Amma oradakı bu- jurnalistlər də elə verir ki, iynəli sualları bildi. Necə bilər ki, Samir müəllim nəsə Bildim, deyəcək. başa düşdüm. Nəsə deyəcək, o götürür, Amma qoyaq. Bu cür yanaşma da kökündən yanlışdır. Da. Mən Yəni deyirəm, sən o məsələn, deməkdir dağ ki, verəmək sən qaydaları bilmirsən və sən artıq elə formada deyirsən ki, varı rədd eləmək lazımdır. Qardaş, Vallahi bizdə özü də mən yenə sormam deyirəm, lazım. hakim səhvləri olur. Günü bu gündə də var. Bu turda da olub, əvvəlki turda da olub, bundan sonraki turlarda da olacaq. Amma mən adım kimi əminəm ki, bizdə qərəz yoxdur. Yəni o görünmür. Hakimlərimizin Yəni var olsa da olsa qərəz yəni, yoxdur, qardaş, ola bilməz. Biraz Sübut yoxdur bunun. biraz məlumatlanmaq lazımdır sadəcə, oxumaq lazımdır, araşdırmaq lazımdır və səlam. Bax Qardaş, belə. indi təsəvvür elə Neftçi belə vəziyyətdə yox. İlk üçlükdə gedəydi, misal üçün, ya da çempionluq mübarizəsi aparaydı. Oyunda 15 dənə belə vəziyyət olsaydı, Samir çıxacaqdı kamera qarşısına, ona sual verəndə şey eləyəcəkdi ki, yenə üçün keyf eləyir.